Özünü dərkdə elə bir period var ki, biz orada artıq hər şeyi bilirmiş kimi hiss edirik, hər şeyi bilirik. Kifayət qədər məlumatımız var. Çox zəngin fikir və bilik bazamız var. Yaxşı analiz edə bilirik, hər şeyi bilirik. Sanki bütünlükdə həyatın necə deyirlər, kitabını yazmışıq, romanını yazmışıq. Amma sanki bax o kitabın, o romanın sonuncu cümləsi gəlmir. Heç cürə gəlmir. Sən o cümləni tamamlaya bilmirsən. Onu heç cürə tutuzdura bilmirsən o cümləni. Orada bir yarımçıqlıq hiss edirsən. Yəni sanki nəsə çatmır. Digər tərəfdən hər şeyi bilirmiş kimi hiss edirsən, amma başqa bir tərəfdən nəsə çatmır sanki. Bax o çatmayan şey hərəkətdir, təcrübədir, fəaliyyətdir. Yəni biz öyrəşirik, bizim bütün özünü dərk fəaliyyətimiz düşünmə planında olur. Düşünmə, analiz, araşdırma, oxuma. Amma təcrübə planında heç nə yoxdur. Orada bir boşluqdur. Və onu eləmədikcə, o tərəfə keçmədikcə sən, bax o nəsə çatmama hissi qalacaq. Və orada sənin depressiyan müəyyən qədər daha da dərinləşəcək. Yəni, niyə mən bu qədər bildiyim halda mənim həyatım dəyişmir? Mən elə olduğum yerdə qalmışam. Axı mən çox şey bilirəm. Axı mən bilik anlamında çox dəyişmişəm. Mənim dünya görüşüm çox dəyişib. Bəs niyə burada bir çatışmazlıq var? Bax, həmin çatışmazlıq odur. Keçmirsən, o tərəfə keçmirsən, addım atma, iş görmə, hərəkət eləmə planına keçmirsən. Bəs nədir o hərəkət? Nədən ibarətdir? Nə qədər paradoksal səslənsə də dayanmaq. Sadəcə dayanmaq, sakit olmaq. Bax, bu işdir. Bu həqiqətən işdir. Bu hərəkətdir. Biz bunu eləmirik çox vaxt. Oxuyuruq, araşdırırıq, öyrənirik, düşünürük, analiz edirik. Hə, bu belədir, bu doğrudur, hə, bu düzdür, doğrudur. Amma həyatımızda nəsə dəyişmir. Çünki hərəkətə gətirmirik o bilikləri. Bax, o biliyi hərəkətə gətirmədikcə də dediyim kimi orada bir ilişmə, bir tıxac periodu olur. Onu da ancaq bu cür keçə bilərik. Hərəkət edərək.